Əhaliyə maaşlarla bağlı şad xəbər son illərdə ölkədə gənclər arasında pensiya sisteminə inam getdikcə azalır. Onlar gələcəkdə bu hüquqdan istifadə edə bilməyəcəklərini düşünür və sosial ödənişlərə maraq göstərmirlər. Əksəriyyət fərdi maliyyə planlamasına üstünlük verir. Bildirilir ki, bu meyl əmək bazarında qeyri-rəsmi məşğulluğun artmasına və pensiya fondlarına daxil olmaların azalmasına gətirib çıxaracaq. Gənclərin pensiya sisteminə inamsızlığı hansı iqtisadi nəticələrə səbəb ola bilər? Nefs 24 az xəbər verir ki, Global Info aza danışan iqtisadçı Pərviz Heydərov deyib ki, gənclərin mövcud sığorta pensiya sisteminə inamsızlığı təbiidir. Bugün sosial ehtiyacların və tələblərin sayı çoxdur. Bunlar pensiya yaşı məsələsinə dair hər hansı bir kompensasiya və ya tədbirə maraq yaratmır. Nəticədə həm sahibkarlar, həm də vətəndaşlar üçün qeyri-legal məşğulluğa geniş şərait yaranır. Sözü gedən tendensiya məcburi dövlət sosial sığorta ödəyişlərinin həcminə təsir göstərir. Könüllü sosial sığorta ödəyişlərindən danışmırıq, çünki bu hələ ki yoxdur. Ekspert bildirib ki, çıxış yolu ölkədə sığorta pensiya sistemini inkişaf etdirməkdir. Düşünürəm ki, maaşlar da mərhələli olaraq artırılmalıdır.